Salam Ramil, hər vaxtınız xeyir olsun. Salam. Sağ olun ki, vaxt ayırıb gəlmisiniz, müzakirə eləyirik. Fikirləşirəm ki, maraqlı keçəcək müzakirəmiz. Mənim burada bir ton sualım var sizə. İlk sualım isə bu hamını maraqlandıran bizdə təhsil məsələləridir, təhsil mövzularıdır və çox adam şikayət edir. Bəlkə 10 nəfərdən 5-ini dindirsək deyəcək ki, bəs mən nəyisə bəyənmirəm təhsildə. Və Azərbaycanda ən qlobal məsələlərdən biri ingilis dilini öyrənməsi, niyə öyrənə bilmirəm bu suallardır. Elə oradan başlayaq istəyirsiniz. Bu məktəb təhsilindən ingilis dili. Yəni bu şəxslər, insanlar sizcə niyə ingilis dilini gec öyrənirlər, ya öyrənə bilmirlər, ya problem nədir məktəbdə? Ümumiyyətlə tədrisdəmi problem var, materialdadırmı, yanaşmadadırmı, metodologiya nədir problem sizcə? Məncə burada səbəb yox, səbəblər var. Amma düşünürəm ki, ən önəmli səbəb budur. Bugün orta məktəb sisteminə baxsaq, onların kitablarına baxsaq, həqiqətən kitabların çox yaxşı qurulduğunu görə bilərik. Amma əsas məsələlərdən biri budur. Bugün Azərbaycanda hər il MİQ, müəllimlərin işə qəbulu imtahanı keçirilir və ya sertifikasiya imtahanları keçirilir. Bəli. Biz orta məktəbi bitirən şagirdlərə baxsaq, gördüyümüz şey budur. Onların hər birinin qrammatika bacarıqları, söz ehtiyatları çox yaxşı olur, amma danışmağı bacarmırlar. Və siz MİQ imtahanının, yəni müəllimlərin işə qəbulu imtahanının quruluşuna diqqət etsəz, görəcəksiniz ki, müəllimlərə imtahan etdikləri şey də budur. Qrammatika və söz ehtiyatı. Yəni danışığa heç kim fokuslanmır da demək istəyirsən. İmtahanlar açıq bir şəkildə orta məktəblərə götürülən müəllimlər danışıqları sınanmadan, dinləmə bacarıqları sınanmadan götürülüb. Əlbəttə ki, müəllimlər bu istiqamətdə hazırlaşır və bu istiqamətdə daha bacarıqlı olan müəllimlər orta məktəblərdə işləyir. Danışıq bacarıqları və ya dinləmə bacarıqları çox daha yaxşı olan müəllimlər isə əksər hallarda kənarda qalır. Bu da özlüyündə nəyə səbəb olur? Orta məktəb şagirdləri öyrənirlər qrammatikanı, söz ehtiyatını, amma danışığa fokuslanmırlar. Bu səbəbdən də orta məktəbi bitirən bir çox tələbənin nə qədər yüksək söz ehtiyatı olsa da, onlar hələ də hər hansı bir situasiyanın içərisinə düşdükləri vaxt öz fikirlərini ifadə edə bilmirlər. Siz özünüz necə öyrənmisiniz ingilis dilini? Elə belə maraqlı bir sual. Həmişə ingilis dili müəllimlərinin özlərinə verirlər. Müəllim, siz necə öyrəndiniz? Bu da həmin suallardan biri. Hər şeydən önəmlisi mənim ingilis dilini öyrənməyimdə əsas səbəb mənim özümün ixtisası, universitetdəki ixtisasım ingilis dili müəllimliyi idi, amma universitet təhsilindən danışmağıma ehtiyac yoxdur məncə. Mənim əsas öyrənmə universitet səbəbim rəhbərliyi bizi görəcək. Amma mənim ingilis dilini öyrənməyimdəki əsas məsələ mənim daima olaraq özümün üzərində işləməyim idi. Mən tək başıma çox uzun müddət ingilis dilini işləmişəm. Self-study bacarıqları da. Bəli, self-study çox önəmlidir. Mən ümumiyyətlə film izləməyi çox xoşlayan biri olaraq. O necə formalaşıb sizdə self-study? Məndə məsələ alınmır. Mən kursa getmişəm, kursda öyrənmişəm. Bunu açıq şəkildə etiraf edirəm. Birinci kursda idim. Hətta mən birinci kursdan siz dediyiniz qrammatika ilə başlamışdım. Hər şey yaxşı idi, danışa bilmirdim. Elə öyrənmişəm. Sizdə bəs? Hər şeydən öncəsi mən dediyim kimi, mən abituriyent vaxtından ingilis dilinin qrammatikasını çox yaxşı bilirdim. Hər nə qədər biz bunu etiraf etməsək də, ingilis dilini öyrənməkdə, yəni danışığı öyrənməkdə qrammatikanın rolu çox böyükdür. Və mən qrammatikanı çox yaxşı bildiyim üçün və film izləməyi də sevdiyim üçün zamanla bu türkçə izlədiyim filmləri ingiliscə izləməyə başladım. Və bu məndə bir neçə ayın içərisində artıq özünü göstərəcək dərəcədə böyük fərq yaratdı. Və bir il sonra mən universitetə təkrar getdiyim zaman, yay tətilindən sonra təkrar getdiyim zaman müəllimlərimin necə təəccübləndiyini görürdüm. İlk semestrlarda ingilis dilində az qala adını belə deyə bilməyən bir tələbə artıq çox rahat şəkildə səlis danışırdım və hətta ikinci ildə bizim universitetimizdə xüsusi qruplar təşkil olundu xarici müəllimlər tərəfindən və onlar xüsusi olaraq bizdən intervyu götürərək qruplara qəbul edirlər və məni ora qəbul etmişlər. Hətta bir müəllimim bunu biləndə demişdi ki, sən Mr. Richard'ın qrupundasan. Mən də demişdim, bəli. Xarici müəllimlər tədris edirlər. Bəli, bizə xarici müəllimlər də tədris edirdilər, amma daha sonra bildiyiniz kimi karantin oldu, bu proqram təəssüflər olsun yarımçıq qaldı və mənim dediyim kimi ingilis dilini öyrənməyimin əsas səbəbi izlədiyim filmlər. Karantin təkcə elə ingilis dilindən yox, hər şeyə təsir edir, həm də ingilis dilinə təsir eləyibmiş deməli. Bu universitet ingilis dili. Məktəbdən sonra biz universitetə keçirik və mən müşahidə elədiyimə görə, yəni bunu publik araşdırma eləməmişəm, yəni universitetlərdə də ingilis dili tədrisi o qədər güclü deyil. Razısınız bundan? Bəli, bundan razıyam, amma əsas səbəblərdən biri birinci növbədə universitetdəki tələbələr əsasən imtahan proqramına hazırlaşırlar. Onlar bilirlər ki, semestrin sonunda, proqramın sonunda imtahan verəcəklər. Bəli. Və əsas fokusları olur mətnləri əzbərləməyə, yenə dinləmələr etməyə və s. və s. Yenə danışığa və dili öyrənməyə fokuslanmırlar. Tələbələrin də, müəllimlərin də oradakı məqsədi sadəcə imtahana hazır olmaqdır. Bu səbəbdən dolayı da universitetlərdə də ingilis dilinin tədrisi o qədər də uğurlu alınmır, təəssüf ki. Aydındır. Və süni intellekt məsələsi, o həmişə
həmişə deyirlər, bizim vaxtımızda süni intellekt yox idi. Mən öyrənən periodda da süni intellektdən yox idi. Biz Google-a yazırdıq hər şey. Müəyyən saytlar var idi, oradan istifadə edirdik. Bugün süni intellekt var. Bəzən deyirlər ki, ingilis dili lazım olmayacaq birazdan öyrənməyə. O qədər əziyyət çəkməyə. Məsələn, biz illərlə əziyyət çəkmişik bura gələnə qədər. Deyirlər, amma süni intellekt lazım olmayacaq. Razısınız ondan? Qətiyyən yox. Ola bilər ki, müəyyən işlərdə ingilis dilindəki deyək ki, onlara sadəcə yazılı ingilis dili lazımdır. Hə, müəyyən qədər bu köməkçi ola bilər. Tam tərsinə süni intellektin artımı ingilis dilində olan tələbatı böyüdür. Çünki bu gün əsas ən yüksək qazanclı sahələr baxsanız, data analitika, süni zəka mühəndisliyi, proqramlaşdırma kimi sahələr mütləq şəkildə ingilis dili bilikləri tələb eləyir. Xüsusən də bəzi üzr istəyirəm, sözü kəsirəm. Bəzi proqramlar var ki, bu dəqiqə bizi tərcümə belə eləyə bilir. Yəni bilmirəm qarşılaşmısınız yoxsa yox. Sən danışırsan, tərcümə eləyirsən, zəkadır. Nə qədər professional elədiyini mən təcrübə eləməmişəm, amma belə bir şeylər çıxır yavaş-yavaş. Bəli, bu axıra hara gedir sizcə? Bu tip tətbiqlər, bu tip proqramlar var, amma məsələ bundan ibarətdir ki, bu gün xüsusən də siz əgər xaricdən işləmək istəyirsinizsə, xaricdə işləmək istəyirsə, başqa ölkələrlə əməkdaşlıq etmək istəyirsinizsə, sizdə mütləq ingilis dili bacarıqlarını yoxlayırlar. Keçirilən iclaslar, ola bilər internet üzərindən keçirilən iclaslarda siz hər hansı bir qurğu istifadə edə bilərsiniz, amma üz-üzə iclaslarda bunu istifadə etməyiniz çətindir. Və məsələ yalnızca bu deyil. Həmin o ixtisasların və bir çox ixtisasın terminologiyası özü də ingilis dilindədir. Latın dilini götürək. Latın dili Latın millətinin uzun illər əvvəl yox olduğunu bilirik, amma 100 illər belə keçməyinə baxmayaraq Latın dili hələ də yaşayır. İngilis dili də eyni şey olacaq. Yəni ən azından qarşımızdakı 50 il müddətinə hələ də ingilis dilini öyrənmək çox böyük bir tələbat olacaq. Çox tələbat olacaq deyirsiniz. Əslində mən sivilizasiya sağlam toqquşması kitabında oxumuşdum. Orada iqtisadi gələcəklə bağlı bir forecastlər belə deyək, ehtimallar verirlər və deyirlər ki, Çin dili üstələyəcək ingilis dilini. Bilmirəm doğrudan da elə olacaq yoxsa nə düşünürsünüz? Yəni Çin production-ı günü-gündən inkişaf edən böyük bir sivilizasiyadır. Bəli, düşünürsünüz ingilis dili öyrəndi, 15 ildən sonra nəyə lazımdır bunu öyrəndi? Bu məsələlər sizə gəlib çıxacaq? Yox, çünki birinci hər şeydən əvvəl Çin dili ingilis dilinə müqayisə olunmayacaq qədər çox çətindir. Yəni Çin dilinin öyrənilməsi olduqca mürəkkəb bir proses olacaq. Çin dili müəllimlərinin bazarını öldürür. Bəli. Amma bunu da qəbul etməliyik ki, bu gün belə Çin şirkətləri olsa belə onların əsas dilləri yenə də ingilis dilidir. Çünki ingilis dili dünyanın hər yerində əsas dil olaraq gedir. Çin dilinin ingilis dilini üstələməsi bəlkə mümkün ola bilər növbəti 100 illiklərdə, amma hal-hazırdakı vəziyyətdə yox. Biz ötən əsrlərə baxsaq, həqiqətən türk dilinin, xüsusən Osmanlılar dövründə türk dilinin üstün dil olduğunu görə bilərik. Amma bu gün o dil həqiqətən əvvəlki kimi danışılmır. Bəlkə uzun illər sonra, amma bizim qarşımızdakı 50 il boyunca bu mümkün deyil. Aydındır. IELTS məsələsini gündəmə gətirmək istəyirəm. Bu dəqiqə hamıya IELTS maraqlıdır. Hətta adam sadə özünü ifadə eləmə kapasitesi yoxdur və amma IELTS sertifikat almaq istəyir və görmüsünüz ki, özünüz müraciətlərdən ki, müraciət edirlər, IELTS öyrənmək istəyirəm, yoxlayırıq, görürük ki, elementary leveldir məsələn. Bu IELTS nəyə lazımdır? 2 ildən sonra qurtarır onsuz. IELTS bir növ sizin ingilis dili səviyyənizi götürmək üçün keçirilən xüsusi bir imtahandır. Mərkəzi İngiltərə olmaqla. Onlar sizin rəsmi ingilis dili səviyyənizi göstərirlər. Bu sertifikat bəli 2 il müddətində vaxtı bitir, amma yalnızca bu universitetlər üçün keçərlidir. Məsələn, siz universitetə müraciət edəcəksiniz, sertifikatınızın üzərindən 3 il keçibsə, universitetlər bu sertifikatı yeniləməyinizi tələb edirlər. Amma şirkətlər və s. bu məsələlərdə narahatlıq yaratmırlar. Yəni sizin sertifikatınız varsa, üzərindən 4 il keçibsə, bu böyük bir problem deyil. Əsas oda nə vaxtsa sertifikatımı götürmüşəm də. Nəsə öyrədirin bu IELTS bizə ümumiyyətlə? IELTS əslində bir imtahan sistemidir. Yəni siz ingilis dilini öyrənirsiniz, ingilis dilini yaxşı bilirsiniz, daha sonra gəlib bir imtahan verirsiniz. Bu imtahan sisteminin adı IELTS-dir. Yəni IELTS üçün xüsusi bir şey öyrənilmir. Bəli, imtahanın xüsusi taktikaları, müəyyən şeylər öyrənilir əlbəttə hazırlıqlar müddətində. Amma deyək ki, IELTS ümumi ingilis dilindən çox fərqlidir. Sadəcə müəyyən qədər terminologiya olaraq fərqli ola bilər. Nə qədər müddət öyrənmək olar bu? 2-3 aya deyirlər. Doğrudan da elədir? Yoxsa bəzən kurslar nə edirlər? Öz fikrimi deyim. 2-3 ay yazır ora. Tələbənin leveli çox yuxarıdır. Əslində 2 ay yox, 1 aya da strukturu izah eləyir, öyrədir, göndərir imtahana, sonra yuxarı nəticə adı altında reklam edir. Bəs bu yazıq da olmasın, aşağı level neynəsin?
Əlbəttə. Bu çox təəssüf ki, bugün sosial media üzərində biz bir çox bu tipdən reklam görürük. 2 ay IELTS 7, 3 ay IELTS 8 və s. kimi bir çox reklam görürük. Bu da çox təəssüf ki, xüsusən də xaricdə təhsil almaq istəyən gənclər arasında böyük yanlış anlaşılmaya səbəb olur. Onlar düşünürlər ki, 2-3 ay hazırlaşacağam və yetərli olacaq. Amma məsələ hardadır? Onlar gözləyirlər son ilə qədər, son vaxta qədər, son ana qədər, bir neçə ay qalana qədər və onda IELTS hazırlaşmaq üçün bizə müraciət edirlər və biz deyirik ki, sizin ingilis dil səviyyəniz çox aşağıdır. IELTS almaq üçün sizin səviyyəniz ən azı B2 səviyyə olmalıdır. Bu da çox yüksək ingilis dilidir. Yəni hardasa ən azı 1 illik ingilis dili hazırlığı tələb eləyir. Bəli. Hər gün bir minimum 4-5 saat hazırlaşma və s. əziyyətlər gözümün önünə gəlir həmin o Axundov kitabxanasında keçirdiyim günlər. Bu əziyyət lazımdır. Bəli. Amma tələbələrimiz təəssüf ki, bəzən bu reklamlardan yanlış anlayır məsələləri və son ana qədər ertələyirlər. Ona görə bu tələbələrə tövsiyə edə biləcəyimiz şey, əgər onlar hal-hazırda universitet 1-ci, 2-ci kurslardırsa, onlar üçün çox ideal vaxtdır başlamaq üçün. 3-cü kurslar üçün də ideal vaxtdır, amma 4-cü kursa qədər bunu saxlamamaları çox üstündür. Həmçinin bakalavr xaricdə oxumaq istəyən az yaşlılar, xüsusən 11-ci sinifi gözləməmələri çox daha yaxşı olar ki, 10-cu sinifdən, 9-cu sinifdən artıq ingilis dilini öyrənməyə başlasınlar. Əks halda qaçaqova düşürlər. Belə yaxşı sual verdiniz. Hansı vaxt idealdır ingilis dilini öyrənmək? Yaş aralıq. Konkret yaş deyə bilərsiniz ki, bu yaşda idealdır öyrənmək. Mən bu yaşda öyrənərdim. Ki öyrənmisiniz məsələn də. Ümumiyyətlə hər hansı bir şey öyrənmək üçün ən yaxşı yaşın daha gənc yaşlar olduğunu bilirik. Xüsusən biz bəzən görürük, ətrafımızda insanlar görürük, çox aşağı yaşlardan ingilis dili öyrənməyə başlayırlar. Bu çox müsbət bir şeydir. Amma mən dil öyrənməyi yaşa məhdudlaşdırmazdım. Bizim bilirsiniz, 7 yaşında da tələbələrimiz var və 50 yaşdan üzərində tələbələrimiz var ki, kifayət qədər də yaxşı öyrənə bilirlər. Ola bilər müəyyən şeyləri öyrənmək çətindir, həyat standartları dəyişir, insanların işləri və s. Buna görə vaxt tapa bilmirlər. Amma deməzdim ki, ingilis dilini öyrənmək xüsusi bir yaşa bağlıdır. Bəlkə müəllimi günahlandıraq. Müəllimlərin əlbəttə ki, bugün təəssüflər olsun ki, cəmiyyətimizdə biz müəyyən qədər ingilis dili kursu axtarsaq görə bilərik ki, 35 manat, 40 manat kurslar var. Təəssüflər olsun ki, bugün hər hansı bir kursa gedib müəyyən qədər ingilis dilini öyrənmiş insanlar da ingilis dili müəllimliyi eləyirlər. Amma təəssüflər olsun ki, onlar metodologiya ilə, xarici dili öyrətməklə heç bir əlaqələri yoxdur. Necə səsə? Məsələn, mən bir valideynəm, müəllim seçmək istəyirəm. Filankəs, word of mouth deyirlər. Yönləndirib ki, bu müəllim əladır. Nəyə əsasən? Bəzən nəticələr də olur. Nəticələrə baxa bilir. Başqa hansı faktorlar var? Müəllimi necə təyin eləyək ki, bu müəllim idealdır, bu mənim uşağıma öyrədəcək? Məncə burada əsas diqqət olunmalı olan şey müəllimin həqiqətən aldığı təhsilə diqqət etməkdir. Bir çox halda biz görürük biznesin idarə olunması və s. ixtisaslardan gəlmiş insanlar ingilis dili müəllimliyi eləyirlər. Mən demirəm universitetdəki müəllim oxuyan hər kəs mükəmməl müəllimdir, amma ki müəllimlik bacarığının qazanılması həqiqətən uzun müddət müəllimlərlə işləməkdən keçir. Düşünün, bir insan sırf pedaqoji sahədə oxuyur. O pedagogikanı görüb, o psixologiyanı öyrənib, uşaq psixologiyasını öyrənib, öyrətməyin metodlarını öyrənib. Çünki biz universitetdə oxuduğumuz zamanlarda bizə xarici dilin tədrisi metodologiyası adında ayrıca fənlər keçilir. Bəli. Bir insana xarici dili necə öyrədə bilərsiniz? Biz bugün də görürük. Xarici dildə dərs keçirlər, amma keçilən dərslərə diqqət etdiyiniz zaman sadəcə kitab üzərindən çalışmış demək və s. və s. Bəli. Ona görə valideynlər nəyə diqqət eləməlidirlər müəllim seçərkən? Seçdikləri müəllimlərin özlərinin ixtisasları həqiqətən ingilis dili müəllimliyidirmi? Və ya bu sahədə kifayət qədər təcrübələri varmı? Kifayət qədər nəticələrə baxmaq lazımdır. Məsələn, bəzi faktorlar var. Müəllimin özünün enerji məsələləri. Bəzən tələbə ağıllıdır, müəllim hər yerə oxuyub, üst-üstə sertifikatları yığıb, ütülüyüb yığıb qırağa, belə deyək. Tədrisinə gəlir, tədrisə başlayırsan, sən bir həftə, 2 həftə ürəyin partlayır, çıxırsan hazırlıqdan. Mənim bu başıma çox gəlib, hazırlaşdığım müddətlərdə. Bəs siz nə düşünürsünüz? Yəni bu pozitivlik o qədər vacib faktordur, yoxsa? Əlbəttə, dərslərin ümumiyyətlə təyin olunması, biz bir çox kursda bu şeyi görürük ki, dərslər ümumi bir silabus əsasında keçirilir. Kim gəlirsə gəlsin, tələbələr eyni sistem əsasında bəli dərs keçirilir. Amma ki, təhsildəki ən əsas məsələlərdən biri tələbə şagird maraqlarının diqqətə alınmasıdır. Bugün orta məktəbə hazırlaşan müəllimlərin özləri də görə bilər ki, bu bizim kurikulumumuzda xüsusən verilmiş bir şeydir. Şagird maraqlarının nəzərə alınması. Əlbəttə ki, qurulan silabuslar mütləq şagirdlərin dili öyrənən insanların maraqlarını nəzərə almalıdır. Bir insanın həvəsi maşınlaradırsa, siz o insana futboldan dərs keçərək ingilis dili öyrədə bilməsi. Bu şeylərin əlbəttə ki, diqqətə alınması çox önəmlidir. Ümumiyyətlə ingilis dili bilmək çox şeyə kömək eləyir həyatda. Azərbaycan kimi ölkələrdə dəfələrlə belə deyək, hətta biznes mühitində səni qabağa atır.
düşünürəm və doğruya çox yaxın bir faktdır. Bu bəs başa düşdük, bəzi şirkətlər xarici şirkətlərlə müştərilərinə işləyirlər və s. və axır. Bəzi dövlət qurumları var. Onlar da ingilis dili tələb edir. Görürsüz də əlaqəsiz bir yerdir, bir qurumdur. O da ingilis dili tələb edir ki, sənin ingilis dili olsun. Halbuki bu gələn adam həyatı boyu orada işlədiyi müddətdə ingilis dilində kimlənsə kommunikasiya eləməyəcək. Niyə ingilis dili tələb edirlər sizcə? Çünki insanlar çox xüsusən də dil öyrənir, xüsusən də ingilis dili öyrənir. Bunu sadəcə bir vəsait və vasitə olaraq görürlər ki, sadəcə bu ünsiyyət vasitəsidir. Əslində tamamilə fərqlidir. Siz ingilis dilini bilən və ingilis dilini bilməyən iki insanı bir-birinə müqayisə etsəz xarakter olaraq görəcəksiniz ki, ingilis dili bilən insanın dünya görüşü tamamilə fərqlidir. Çünki bu gün biz xarici təsirlərə məruz qalırıq. Bu gün biz sosial medianın çox miqdarda təsirinə məruz qalırıq. Bu gün Azərbaycanda ingilis dilini bilməyən bir insanın təsirinə məruz qaldığı iki ölkə var. Azərbaycan və Türkiyə. Çünki biz sadəcə bir-birimizin videolarını və s. görürük və bu bizə təsir eləyir. İstər-istəməz psixologiyamıza təsir eləyir. Amma ingilis dilini bilən bir insan bütün dünyanın fərqli mədəniyyətlərini görür. Onun düşüncə tərzi tamamilə dəyişir. Ona görə onların işdəki məncə düşünürəm ki, məsələlər də yanaşması tamamilə fərqli olur. Komanda ilə işləmək olsun və ya problemlərin həll olunması məsələsi olsun. Onların fikirləri tamamilə fərqlidir. Ona görə mən düşünürəm ki, şirkətlər ingilis dilini bilməyə heç ehtiyac olmasa belə üstünlük verirlər. Üstünlük verirlər. Hətta bir şey əlavə eləmək istərdim. Məsələn, bir işə götürən perspektivindən yanaşsaq, işçi əgər ingilis dilini bilirsən, hər hansı digər istiqamət üzrə yeni bir məlumat, yeni bir vəzifə verilirsə ona və yaxud şəxs özü yeni bir istiqamət götürüb gedirsə, ingilis dilini biləndə bu dəfələr narahat olur, böyük bir resursa çıxır və bu onun işini 5 qat asanlaşdırır. Amma limitli olmur, yəni sizin sözünüzə qüvvət. Bir nəfər biz Instagram səhifəmizdə yeri gəlmişkən bu söhbəti başlamazdan qabaq bir sual, hansı suallarınız varsa versək, onu müzakirə eləsək. Bir sual, ən maraqlı suallardan birini seçmişəm. Deməli, izləyici yazır ki, 2 ildə oxuyuram, müəllimlərim deyir, səndən yaxşı bilən yoxdur, tərif gedir arxa tərəfdə. Adam arasına çıxanda 2 kəlməni qoşub bir-birinə deyə bilmirəm. Bunu necə düzəldə bilərəm, bilmirəm. Necə eləyim ki, sosial olum? Burada günahkar kimdir? Kimi gülləyir? Bəli. Bilirsiniz, biz bunu bir çox halda görürük. Şagirdlər, tələbələr dərsdə olduqları zaman çox yaxşı danışırlar, amma kənara çıxdıqları zaman danışmaqdan, ingilis dilini istifadə etməkdə əziyyət çəkirlər. Amma məsələ burada həqiqətən ingilis dili bilgisindən getmir. Bilirsiniz, bəzi insanlar o tələbədən soruşmaq lazımdır ki, Azərbaycanca insanlarla kənara çıxdığı zaman danışa bilir. Çox rahat şəkildə dostluq qura bilir və insanlarla danışa bilirmi? Birinci bu suala cavab vermək lazımdır. Mən daha gənc olduğum zamanlarda xatırlayıram, rus dilini ilk öyrəndiyim zamanlar idi. Aptekdəydim və bir xanım mənə yaxınlaşıb rusca bir şey dedi. Mən sadəcə ona cavab vermək istədim ki, mən sizi başa düşmürəm. Amma bu sözü ağzımdan çıxara bilmədim. Çünki mən daha gənc olduğum zamanlarda özümü daha qapalı biri idim. İfadə eləmə məsələsi. Bəli, özünüzü ifadə eləmək məsələsi. Bu nədən qaynaqlanır? Yəni bu neynəsin? Yəni gəlib üzr istəyirəm, artıq elə bir vəziyyətə gəlib ki, yəni 20 yaşı var, 22 yaşı var, 25 yaşı var, 30 yaş fərqi yoxdur. Mənim tələbələrimin 40 yaşı var. Adam hələ də özünü tam aydın şəkildə ifadə edə bilmir. Günahkar kimdir? Məncə bu uşaqlığımızdan gəlir. O qədər ki biz kənara getdiyimiz zaman bəli. Yox, mən düşünərdim ki, bəzi yerlərdə, orta məktəbdə, ümumiyyətlə ətraf mühit, cəmiyyət deyərdim. Bəzən kənara getdiyimiz zaman biz hər hansı bir yerdə fikrimizi bildirdiyimiz zaman valideynlərimiz bizə qarşı çıxır və ya hər hansı müəllimimizin fikrinə qarşı çıxdığımız zaman müəllimlərimizdən güclü təzyiq görürük. Ona görə də istər-istəməz bir özgüvən qırıqlığı olur. Deməzdim sadəcə valideynlər, deyərdim cəmiyyət. Çünki yalnızca əlbəttə ki, valideynlərin də rolu böyükdür, amma cəmiyyətin də rolu böyükdür. Hər şey ailədən başlayır timsalında. Mən daha çox biraz valideynlərin üzərinə o məsuliyyəti görürəm ki, valideyn uşağın üzərində daha çox işləməlidir və onu cəmiyyət hazırlamalıdır. Valideynin verdiyi qərarlar bəlkə də, məsələn, uşağın bağçaya göndərilməsi, bu ona sosiallaşmağa kömək edir. Amma bəzi valideynlər deyir, yox, uşağı bağçaya göndərim, özümü daha yaxşı eləyərəm. Uşaq nəyəsə specialist olur. Gəlir, tutaq ki, riyaziyyatı çox yaxşı öyrənir, tez öyrənir, daha tez öyrənir, amma uşaq sosial bacarıqları getdi, ancaq ana ilə danışdı. Cəmiyyətə çıxmadı, bəlkə də. Digər bir məsələ də mən düşünürəm ki, maddi tərəfdir. Xüsusən də buna diqqət edə bilərsiniz ki, maddi vəziyyəti yüksək olan ailələrdə biz bunu görürük. Onların uşaqları kursa gəldiyi zaman biz onların çox rahat şəkildə danışdığını, xəta elədiyini, çəkinmədiyini görürük. Üzr istəyirəm. Yəni demək istəyirsiniz ki, maliyyə, ailənin maliyyə vəziyyəti uşağın öz güvəninə təsir edir. Bəli. Bəs bəzi ailələr var ki, doğrudan da bunu bacarırlar.
Elə ola bilər ki, məsələn, ailənin vəziyyəti o qədər də yaxşı ürək açan deyil, amma uşağa özgüvən qazandıra bilirlər. Bu əlbəttə ki, istisnalar var, amma mən ümumilikdən düşünürəm ki, mən bunu çox sıx görmüşəm. Mən çox yüksək belə deyək, maddi imkanları olan ailələrin uşaqları ilə də işləmişəm. Daha gənc, daha maddi cəhətdən zəif olan ailələrin uşaqları ilə də işləmişəm və görürdüm ki, daha aşağı təbəqədən gələn ailələrin uşaqları nəinki ingilis dilində, Azərbaycan dilində belə fikirlərini ifadə etməkdən çox çəkinirlər. Hər hansı bir sinifdə biz fəaliyyət təşkil etdiyimiz zaman, oyun təşkil etdiyimiz zaman daha kənarda durur, daha az danışır. Sadəcə özünə sual verdiyimiz zaman danışmağa daha meyilli olur. Amma digər yüksək təbəqələrdən gələn uşaqlar görürsüz ki, çox özgüvənlidirlər, qətiyyən xəta eləmək kimi bir problem yoxdur, aparıcı olurlar hər şeydə. Yəni deyir məsələn səhv eləyəcəm, valideynim məsələn pul itirəcək, itirəkdə pul var. Perspektivindən özgüvən qazanmış olurlar. Amma bu həm də bilirsiniz hara aparır. Uşaq bəlkə də bunu artıq eləmək biraz öz başınalıq havası gətirə bilər. Məsələn, uşaq daha çox, hər şeyin çoxu ziyandır. Əlbəttə. Uşaq çox özgüvənli olarsa, bu artıq belə bilmirəm düzgün səslənəcək yoxsa dik başlığa gətirib çıxarır. Elədir. Yəni o halda bu ingilis dilinə müsbət təsir eləyir məncə eləməyinə yox. Müəyyən qədər ingilis dilində müsbət təsir edə bilər, amma ətrafa o qədər müsbət təsir eləyəcəyini düşünmürəm. Cəmiyyət sosial faktor olaraq yaxşı case deyil də deyirsiniz ümumiyyətlə. Və əsas məsələlərdən biri hamıya çox maraqlıdır. Mənim özümə də maraqlıdır. Çünki mən sizlə tanış olum bir müddətdə 2 aydır. Şansımız olmayıb ki, bu barədə müzakirə elə. Bu əslində yaxşı bir case oldu. Bu albinizm mən düzgün səsləndirirəmsə nədir ümumiyyətlə? Yəni bəyaz saçın, saqqalın bəyaz olması, dərinin rənginin bəyaz olması. Bu nə olan şeydir? Bir qısa məlumat versək, mənə gəlir izləyicilərə və hər kəsə maraqlı olar ki, bu ümumiyyətlə xəstəlikdirmi? Yoxsa bu necə olur? Yəni belə olur. Biz bunu daha üstün tuturuq xəstəlikdən savayı fərqlilik olaraq adlandırırıq, amma tibbdə bu bəli müəyyən xəstəlik olaraq keçir. Bizim normal insanların dərilərində onların dərilərinə, saçlarına rəng verən xüsusi pigmentlər olur. Bunun adı səhv xatırlamırsam melanin olmalıdır. Məsələn, diqqət etsəniz, insanlar yaşadığı olduqca da onların saçları bəyazlamağa başlayır. Səbəbi bu melanin hormonlarının zəifləməsidir. Albinizmli insanlarda isə bu melanin hormonları ya doğuşdan ümumiyyətlə olmur, ya da ki çox az miqdarda olur. Bizim ümumi digər insanlardan hər hansı xüsusi bir fərqimiz yoxdur. Normal açıq dərili insanlar da zaten gündə çox gəzdikləri zaman dəriləri yanır. O bizdə də olur. Və bugün təəssüflər olsun ki, görmə problemi əksər insanlarda var. Mənim özümdə də var. Bəli, bizdə də müəyyən qədər görmə problemi var. Amma bunun kənarında digər insanlardan hər hansı bir fərqimiz yoxdur. Normal insanlar kimi gördüyünüz kimi mən ingilis dili müəllimiyəm. Mənim bacılarım var özüm kimi. Onlar da biri kitabxanada, digəri isə müəllim olaraq işləyir. Cəmiyyətdə bəs bu yanaşma necədir bu istiqamətində? Bizim cəmiyyətimizdə ümumiyyətlə fərqliliyə qarşı yanaşma insanlardan bəzən təəccüb doğurur. Fərqindəlik azdır bəlkə. Məsələn, insanların məlumatı yoxdur deyə bəlkə bu səbəbdən. Ola bilər. Bəzən bizə qarşı aşırı həssas, bəzən isə müəyyən ayrı seçkiliklər olduğunu etiraf eləməliyəm. Bu nədən qaynaqlanır deyə bilmərəm, amma Azərbaycan toplumunda düşünməz demək sadəcə albinizmə məxsus bir şeydir. Biri digərlərindən bəli fərqlidirsə, yəni siz qaradərili birində görsəz Azərbaycanda insanların ona çox ciddi maraq göstərdiyini, bəli, yanaşma göstərdiyini görə bilərsiniz. İnkişaf etmiş ölkələrdə daha fərqlidir və inkişaf etməkdə olan ölkələrdə daha fərqlidir demək istəyirsiniz. Ümumiyyətlə tədris prosesində sizə bu sualları verən olub, yoxsa mən bəlkə də ilk adam idim sizə bu sualı verən? Ki, albinizmlə bağlı, rəngləri məsələləri ilə bağlı. Bəzən dərs izah elədiyim və ya ingilis dilində söhbət getdiyi yerdə şagirdlərimin təsadüfi bir şəkildə müəllim, siz niyə ağsız kimi suallar verdiyi anlar olur. Heç gözləmədiyim anlarda, amma sanki elə bir şagird aylarla düşünməyib birdən-birə fərqinə varıbmışcasına. Xüsusən də bu az yaşlılarda daha çox olur. Amma ümumi işimdə xüsusi bir təsirini görməmişəm. Təsir yoxdur. Bəs ümumiyyətlə işə qəbul prosesində bilmirəm indi nə qədər müraciət eləmisiniz. Dövlət müəssisələri olsun, özəl qurumlar
sualımlar olsun. Burada hər hansı problemlər qarşılaşırmı və ya HR-lar sizə sual veriblərmi? Yox, bununla bağlı hər hansı bir sıxıntı yaradıldığını daha əvvəl görməmişəm. Tam tərsinə müsbət cəhətləri var, dövlətimizə təşəkkürlər, müəyyən güzəştləri var. Normal iş saatlarından biz daha az işləyirik və gümbü vergilər məsələsində müəyyən güzəştlər var. Ali təhsil haqqı məsələsində bu gün ölkəmizdə mənim kimi albinizmli olan bəlkə gənclər var, onlar xəbərdar deyirlər və ola bilsin ki, universitetdə təhsil haqqı ödəyirlər, ancaq dövlətə müraciət edərək təhsil haqqlarını hətta belə bir bizdə var. İmkanlar var imiş. İmkanlar var. Mən bunu sizdən eşitmiş oldum. Görürsüz, bu fərqindəliyi necə artırmaq olar? Yəni nə düşünürsüz? Yəni sizcə bu istiqamət üzrə nəsə işlər getməlidirmi, lazım deyilmi? Yəni çünki o deyirsiniz, məsələn, hər hansı bir dağ rayonundadır. Adam o daha dəqiq necə səsləndirə bilmirəm, ağdərilidir, let's say. Və o çıxışı yoxdur. Bullyingə bəlkə məruz qalır bu proseslərə görə. Yəni sizcə bu necə həll olunmalıdır? Yəni nələr təklif eləmək olar? Düşünürəm ki, həmin bölgələrdə olan ali təhsilli şəxslər xüsusən bununla bağlı məlumatlar olmalıdır. Bildiyiniz kimi təhsildə bu gün bu şey var. Şagirdlərin fərqli xüsusiyyətləri nəzərə alınması bu müəllimliyin əsas prinsiplərindən biridir ki, şagird xüsusiyyətləri nəzərə alsın. Mən düşünürəm ki, o bölgələrdə yaşayan müəllimlər xüsusən şagirdlərin bu albinizm ola bilər və ya hər hansı başqa bir fiziki məhdudiyyət ola bilər. Mütləq şəkildə bunu araşdırmalıdır. Çünki bu gün dövlətimizdə valideynlərdən hər hansı bir rəhmətə getmiş uşaqların da təhsil haqqları dövlət tərəfindən ödənilə bilir. Bu məsələlərdə düşünürəm ki, savadlı şəxslərimiz, xüsusən müəllimlərimiz uşaqları və onların valideynlərini məlumatlandıra bilər. İlk proses oradan başlayır, daha sonra yuxarı segmentasiyalar üzrə bölünür. Çox sağ olun. Maraqlı söhbət idi və detallı müzakirə elədik. Demək olar ki, təhsil istiqaməti üzrə bacardığımız qısa müddətdə hər şeyə toxunduq və təcrübənizi bölüşmüş oldunuz. Ümid edirəm ki, bizim bu müzakirəmiz və maraqlı olar və nəsə qazandırmış olarıq hər kəsə. Minnətdarıq sizə. Görüşərik. Təşəkkürlər vaxt ayırdığınız üçün. Siz sağ olun.